Müəllimlər rəqəmsal məktəb platformasında Microsoft Copilot rəqəmsal köməkçidən necə istifadə edə bilərlər? Müəllimlər Microsoft kabineti bölməsinə daxil olaraq tədris prosesində Microsoftun təqdim etdiyi alətlərdən istifadə edə bilərlər. Microsoft Copilot isə tədris prosesində gündəlik rəqəmsal köməkçi kimi müəllimlərə dəstək göstərir. Microsoft Copilot platformasına keçid etmək üçün müəllimlər şəxsi Microsoft hesablarından istifadə etməlidirlər. Bunun üçün müvafiq düyməni seçərək, açılan pəncərədə istifadəçi adı və şifrəni daxil edərək şəxsi kabinetə giriş edə bilərlər. Şifrəsini unudan müəllimlər rəqəmsal məktəb kabinetində Microsoft kabineti şifrəsinin bərpası bölməsinə keçid edərək şifrələrini yeniləyə bilərlər. Yeni şifrənin təsdiqlənməsi 15 dəqiqə ərzində həyata keçiriləcəkdir. Microsoft Copilot müəllimlərə gündəlik tədris fəaliyyətində dərslərin planlaşdırılması, tapşırıqların və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində dəstək verən süni intellekt əsaslı rəqəmsal həldir. Süni intellekt alətindən istifadə yalnız tədrisə dəstək xarakteri daşıyır və akademik qiymətləndirmə və qərar vermək üçün əsas hesab edilmir.